Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle izniyle cümə namazının ədəbləri barədə danışmaq istəyirəm. Bir neçə il öncə Allahın izni ilə bir kitab tərtib etmişdim. 2019-cu ildə səhv etmirəmsə, suallarla İslam kitabı. Elə ki, mənə verilən sualları, qardaşlarım mənə verdiyi sualları mən yazıya tökmüşdüm və belə bir kitab hal almışdı. Və istəyirdik ki, bunu biz belə silsiləvi olaraq davam etdirək. Hər 20 və ya 30 sualdan bir bunu kitablaşdıraq. Suallarla İslam 1, 2, 3 belə də jurnal kimi bu prosesi aparaq. Allah həmd olsun, icazə ala bilmədiyimizə görə birdə də qaldı məsələ. Kitap üz qapağı bu şəkildə olan bir kitabdır. Suallarla İslam. Və orada suallardan birisi, mənə verilmiş suallardan birisi cümə namazının ədəbləri barədə idi. Və istəyirəm ki, Allah azə və cəllə iznilə sizə, qardaşlarıma bu cümə namazının ədəbləri ilə bağlı toplamış olduğum, vermiş olduğum suala cavabı qeyd edib oxuyum. Və sual belədir ki, cümə namazının ədəbləri nələrdir? Bir müsəlmanın cümə günü etməsi lazım olan bir sıra ibadətlər və ədəblər vardır. İndi bunları maddələr halında qeyd etməyə çalışaq ki, tabe olunması asan olsun. Cümə qüslü. Bir müsəlmanın cümə günü cünub olmasa belə qüsl alması sünnədir. Bəzi alimlər hədislərdə keçən əmr ləfizlərinə görə cümə günü qüsl almağı vacib görmüşlərdir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, cümə günü qüsl almaq ağıl bəliğ hər müsəlmana fərzdir. Yəni, həddi buluğa çatan və ağlı başında olan hər bir kəsə, hər bir müsəlmana cümə günü qüsl almaq fərzdir. Bu, Buxar və Müslimdə keçən hədisdir. Bu, birinci onun ədəblərindən birisidir ki, cüməyə getmədən öncə cümə qüslünün alınması. Sonra gəlir Kəhf surəsini oxumaq. Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Kim cümə günü Kəhf surəsini oxuyarsa, bu surə iki cümə arası onun üçün bir nur olar. Bu da Hakimin Müstədrəkində gələn bir hədisdir. Və İmam Nəvəvi rahimehullah bu surənin cümə axşamı gecəsi də oxuna biləcəyini bizlərə bildirir. Misvaqdan istifadə etmək və gözəl ətir vurmaq, ətirlənmək. Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir. Cümə günü qüsl almaq ağıl bəliğ hər müsəlmana fərzdir. Misvaqdan istifadə etmək və gözəl ətir vurmaq lazımdır. Bu hədis də həmçinin Buxar və Müslimdə keçən hədisdir. Cümə gününün dördüncü ədəbi Allah Resuluna salavat gətirmək. Allah Resuluna salavat gətirmək hər zaman üçün fəzilətlidir, lakin bunu cümə günü etmək daha fəzilətlidir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, cümə günü mənə çoxlu salavat gətirin, sizin salamlarınız mənə ərz ediləcəkdir. Bu da Əbu Davudda keçən hədisdir. Və sonra digər bir ədəb, ən gözəl paltarı geyinmək. Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir. Sizdən birisi iki paltar edinsə, sonra cümə günü hər gün geyindiyinin xaricində bir paltar geyinsə, necə də gözəl olar. Bu da yine Əbu Davudda gələn bir hədisdir. Həmçinin məsciddə tez getmək də cümə namazının ədəblərindəndir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, cümə günü cünüblükdən ötürü yuyunduğu kimi qüsl alan və hər kəsdən öncə namaza gələn sanki bir dəvəni Allah yolunda sədəqə etmiş kimi savab alar. Onlardan sonra gələnlər bir sığırı, daha sonra gələnlər boynuzlu bir qoçu, ardından da gələnlər bir toyuğu və ən sona gələnlər bir yumurtanı Allah yolunda sədəqə etmiş kimi savab qazanarlar. İmam xütbə üçün çıxdığında mələklər oxunan zikri dinləmək üzrə orada toplaşarlar. Bu da Buxar və Müslimdə keçən bir hədisdir və bu hədis açıq bir şəkildə cümə üçün məscidə tez gedilməsinin nə qədər böyük bir fəzilət olduğunu bizlərə bildirir. Düşünün, bir dəvəni sədəqə etmək qədər böyük bir əcrdir. Tahiyyətul məscid namazını qılmaq. Məscidə girər-girməz, oturmadan öncə məscidi salamlama mənasına gələn təhiyyətul məscid namazı qılmaq lazımdır. Əbu Qatada bir gün məscidə gəldi. Allah Resulü sallallahu aleyhi və səlləm əshabın arasında oturduğunu gördü və gəlib yanlarında oturdu.
Və Allah Rasulü Əbu Qatadəyə dönərək dedi, oturmadan öncə 2 rükət namaz qılmağına nə mane oldu? Əbu Qatadə radiyallahu anhu dedi, ey Allahın Rasulü, sənin və cəmaatın oturduğunu gördüm dedi. Bunun üzərinə Allah Rasulü sallallahu aleyhi və səlləm biriniz məscidə girdiyi zaman namaz qılmadan oturmasını deyə buyurdu. Və bu hədisə istinadən, hətta imam xütbədə olarkən belə insan tutar ki, məscidə gecikib, artıq imam xütbədədir, o halda belə təhiyyətul məscid namazını qılmadan oturmamaq lazım olduğunu alimlər bizlərə bildiriblər. Məsciddəkilərə əziyyət verməmək. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, sizdən birinin cəmaatlə qıldığı namaz evində və ya bazarda qıldığı namazda 25 dərəcə daha fəzilətlidir. Bu fəzilət bu şəkildə olur. Biriniz gözəl də dəstəmaz alar, sırf namaz qılmaq üçün məscidə gələrsə, məscidə çatana qədər atdığı hər addım üçün bir savab verilər və bir günahı silinər. Məscidə girdiyi zaman namaz üçün gözlədiyi vaxtda namaz qılırmış kimi savab qazanar. Mələklər onun üçün dua edərlər. Kimsəyə əziyyət etmədiyi və dəstəmazı pozulmadığı müddətcə Allahın bu qulunu bağışla, ona mərhəmət et və tövbəsini qəbul et deyə mələklər onun üçün dua edərlər. Burada diqqət edin, Allah Resulü sallallahu aleyhi və səlləm xüsusən məsciddə əziyyət verməmək məsələsinə diqqət verir. Çünki məsciddə əziyyət məsələsi biraz çoxalır. İnsanlar bir-birlərini safda yerinə keçirlər. Düzdür, ön safda durmaq çox önəmlidir. Əhəmiyyəti böyükdür, fəziləti böyükdür. Amma bunu eləmək lazımdır. Kiməsə əziyyət vermədən. Yəni, tez gəl və get məsciddə ön saflarda dur. Sonradan gəlib başqasının yerini tutmaq, bu doğru bir şey deyil. Cümə gününün fəziləti və günahların bağışlanmasına əlaqəli olan hədisləri incələdiyimizdə bunların bəzi şərtlərə bağlı olduğunu görərik. Bu şərtlərdən biri də məsciddəkilərə əziyyət verməməkdir. Bir kimsə əgər məsciddəkilərə əziyyət edərsə, o zaman 2 cümə arası günahların əfvindən və digər mövzularla əlaqəli savabdan məhrum qalacaqdır. Məsciddəkilərə əziyyətin bir çox növü vardır. Oturanları yararaq önə doğru keçmək, 2 insanın arasına zorla girmək, pis qoxu ilə məscidə gəlmək, səs-küy salmaq, fısıldayaraq danışmaq və s. Bütün bunlardan çəkinməli və müsəlmanlara əziyyət etməməliyik. Sonra cümə gününün ədəblərindən bir başqası xütbə əsnasında susmaq. Xütbə verilərkən susmaq lazımdır. Boş iş görən birisinə belə səslənmək qadağan olunmuşdur. Bu da günümüzdə zahiri xətalardan biridir. Bəli, bununla biz rastlaşırıq. Mən özüm də dəfələrlə bununla rastlaşmışam. Otururuq cümədə, xütbəni dinləyirik, yanımızda olanlar bəzən turboğazdan maşın göstərirlər bir-birlərinə, danışırlar, qiymətləri barədə müzakirə edirlər. Həm səni yayındırırlar xütbədən, həm özləri xütbəyə qulaq asmırlar. Həm də elə bir vəziyyətdir ki, durub deyə də bilmirsən ki, qardaş onu yığışdı xütbəyə qulaq as. Yəni, o da qadağan olunduğuna görə susaraq gözləmək məcburiyyətində qalırsan. Yəni, bu gözəl bir ibadətdir. Cümə namazı fəziləti, savabı böyük olan bir ibadətdir. Nə üçün insanlar bu ibadətlərini orada iştirak etdikləri halda həba etsinlər ki? Yəni, bu daha acınacaqlı bir haldır. Getməmək bir başqa acınacaqlı haldır. Ora getdiyin halda oradakı əcirlərdən özünü məhrum etməyin bundan da daha acınacaqlı bir haldır. Əbu Hüreyrə radiyallahu anhu Allah Resulü sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Kim gözəl şəkildə dəstəmaz alar, cüməyə gedər, dinləyər və susarsa, o cümədən bir sonraki cüməyə qədər olan günahları bağışlanar və buna 3 gün də əlavə edilir. Kim bir daşa toxunarsa, boş bir iş etmiş olar. Yəni, cümədə, qardaşlar, dinləmək lazım, heç bir şey etmək lazım deyil. Bəzən bu cümədə elə zənn edirlər ki, danışmaq qadağandır ancaq. Telefonla oyna, saytlara gir, çıx, kimlənsə mesajlaş, kiməsə cavab ver, hansısa xəbər oxu. Yəni, xütbəni dinləmirsən də nəticədə və bunların hamısı boş işdir və Peyğəmbər sallallahu aleyhi və səlləm bir daşa toxunmağı belə boş iş adlandırır. Yəni, burada qadağan olunan sadəcə kimlənsə söhbət eləmək deyil, səni cümədən yayındıracaq digər aktivitelərdən istifadə eləməyin də eyni şəkildə qadağan edilmişdir. Və sonra cümənin ən sonuncu, cümənin fərzindən sonra 4 rükət son sünnəni qılmaq.
Cümə namazının fərzindən sonra 4 rükət sünnə qılmaq lazımdır. 4 rükət namaz qılmaq sünnədir. Allah Resulü sallallahu aleyhi və səlləm bu barədə buyurur, sizdən kim cümə namazından sonra namaz qılmaq istəsə 4 rükət qılsın. Bu hədis Müslimdə gedir. Həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm cümə namazının fərzindən sonra evində 2 rükət nafilə namaz da qılardı. Baxın gözəl qardaşlarım, qısa olaraq bu bəhs etdiyim məsələlər cümə namazının ədəblərindəndir. Üzərindən keçsək, qüsul almaq, Kəhf surəsini oxumaq, misvaqdan istifadə eləmək, gözəl ətirlə ətirlənmək, Allah Resulü sallallahu aleyhi və səlləmə salavat gətirmək, cüməyə gedərkən ən gözəl paltarı geyinmək, məscidə tez getmək, məscidə girdikdən sonra tahiyyatul məscid, salamlama namazını qılmaq, məsciddəkilərə əziyyət verməmək, xütbə əsnasında susmaq və cümə namazından sonra 4 rükət sünnə qılmaq, bunlar cümə gününün, cümə namazının ümumi ədəbləridirlər. Və bu ədəblərə riayət etməyə çalışmalıyıq ki, biz əcr qazana bilək, xeyir əldə edə bilək. Əlhamdülillah, biz onsuz da bu ibadəti icra edirik. Bu ibadəti icra etmək üçün bəzilərimiz uzaq yoldan gəlir, bəzilərimiz işdən icazə alır, bəzilərimizin hətta canında nasazlıq, xəstəlik, əziyyət olduğu halda belə cümə namazını qaçırtmamaq üçün məsciddə iştirak edir. O halda biz bunun ədəblərinə riayət edək ki, bu məsciddəki iştirakımızdan bizə bir əcir yazılsın və biz bundan savab qazanmış ola bilək. Allah Azə və Cəllə bizə işdə faydalanan qullarından etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.